Elnur Abdullayev, Ağcabədi rayon mərkəzi xəstəxanasının direktoru, anestezioloq, reanimatoloq. İxtisasca anestezioloq, reanimatoloq olan Ağcabədi rayon mərkəzi xəstəxanasının direktoru Elnur Abdullayevin təhsili və əmək fəaliyyəti haqqında. Elnur Məzahiroğlu Abdullayev 23 aprel 1982-ci ildə Ağcabədi rayonunun Yeni Qarabulaq kəndində anadan olmuşdur. 1999-cu ildə Məhəmməd Füzuli adına kənd orta məktəbini bitirmişdir. Həmin ildə Elnur Abdullayev Azərbaycan Tibb Universitetinin müalicə profilaktika bir fakültəsinə daxil olmuşdur. 1999-2003-cü ilədək universitetdə müalicə işi üzrə təhsil almışdır. 2003-2005-ci illərdə isə Elnur Abdullayev Azərbaycan Tibb Universitetində hərbi tibb fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətə başlamışdır. 2005-ci ildə imtahanları bitirdikdən sonra Tovuz rayonunda yerləşən en saylı hərbi hissəyə ümumqoşun həkimi kimi göndərilib. 2 il orada xidmət etdikdən sonra Elnur Abdullayev 2008-ci ildə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında ixtisas seçimi üzrə hərbi tibb fakültəsində təhsilini davam etdirərək internaturadan keçib. Orada anestezioloq, reanimatoloq ixtisası üzrə tədris kursunu bitirib ali təhsil diplomu almışdır. Bundan sonra Elnur Abdullayev Şəmkir şəhərində yerləşən en saylı hərbi hospitalda anesteziologiya və reanimatologiya şöbəsinin baş ordinatoru vəzifəsinə təyin olunub. 2010-cu ildə Elnur Abdullayev ordu sıralarından tərxis olunub. 2011-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında peşəkar fəaliyyətini davam elətdirib. 2019-cu ildə Elnur Abdullayev Türkiyədə Kocaeli Eğitim Araşdırma Xəstəxanasında 6 ay müddətində ixtisas artırma kursunda olub. Covid-19 pandemiyası ilə əlaqədar vətənə qayıtmışdır. Bakıya qayıtdıqdan sonra peşəkar əmək fəaliyyətini yenidən Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirib. Koronavirus infeksiyası ilə mübarizədə xəstəxananın həkim heyəti ilə birgə fəal iştirak etmişdir. Pandemiya dövründə doktor Elnur Abdullayev yeni klinikada direktor Musa Abbasovun rəhbərliyi dövründə intensiv terapiya şöbəsinin müdiri işləyib. Covid-19 ilə mücadilə əsnasında xəstəxanada infeksiyaya yoluxaraq çətin xəstəlik dövrü keçirib. Sağaldıqdan sonra 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə əlaqədar ordumuza dəstək üçün həkim olaraq cəbhə bölgəsinə yola düşmüşdür. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda 2-ci Qarabağ müharibəsində doktor Elnur Abdullayev Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyətinin içərisində müharibədə həkim kimi aktiv iştirak etmişdir. Könüllü həkim briqadasının tərkibində hərbi həkim kimi öndə gedən həkimlərimizdən biri olmuşdur. Elnur Abdullayevin də daxil olduğu Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti Gəncə şəhərində yerləşən Abbas Səhət xəstəxanasına göndərildi. Orada həmin heyət xəstəxananı hərbi hospital kimi yaradıb fəaliyyətə başladılar. Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti müharibə bitdikdən bir neçə həftə sonra da son yaralılara tibbi yardım göstərərək hospitalı tərk ediblər. Elnur Abdullayev və Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti gecə-gündüz böyük əzmkarlıqla çalışmış, yaralı əskər və zabitlərimizin xilas edilməsi üçün 900-dən çox əməliyyat etmişlər. Müharibədən qayıtdıqdan sonra Elnur Abdullayev öz iş yeri olan Mərkəzi Neftçilər Xəstəxanasında həkimlik fəaliyyətini davam etdirib. Keçmiş Səhiyyə Naziri mərhum Oktay Şirəliyev tərəfindən Respublika Diaqnostika Mərkəzinin təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müdir təyin olunub. 6 ay sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qayıtmış və xəstəxananın təcili tibbi yardım bölməsinin müdiri kimi fəaliyyətini davam etdirib. 2023-cü ilin noyabr ayında təbib icrası direktoru Vüqar Qurbanovun təyinatı ilə Elnur Abdullayev Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində əmək fəaliyyətini davam etdirib. Doktor Elnur Abdullayev 2024-cü ilin dekabr ayında həmin xəstəxananın direktoru təyin olunub. Hazırki dövrədək həmin vəzifədə fəaliyyətini davam elətdirir.
Qeyd etməliyik ki, doktor Elnur Abdullayevin direktor kimi fəaliyyətə başladığı dövrdən Ağcabədi rayon mərkəzi xəstəxanasının işində nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişiklikləri olub. Xəstəxanada yenilənmə və təmir işləri aparılıb, xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə bəzi şöbələr yenidən qurulub. Savadlı və peşəkar mütəxəssislər Ağcabədi rayon mərkəzi xəstəxanasına cəlb edilib. Almaniyada ixtisas keçmiş infeksionist, yeni peşəkar reanimatoloq, həmçinin gastroenteroloq və digər ixtisasda həkimlər xəstəxanada işə başlayıb. Ən müasir avadanlıqlarla təchiz olunmuş beynəlxalq standartlara uyğun gastroenterologiya şöbəsi yaradılıb. Şöbələrdə sterilizasiya standartlara uyğun olaraq təmin olunur. Təcili yardım şöbəsi yenidən qurulub, təkmilləşdirilərək bölmədən şöbəyə keçirilib. Ağcabədi rayon mərkəzi xəstəxanası təbib tabeli 13 klaster mərkəzdən biridir. Laçın, Füzuli, Beyləqan, Ağdam və Xocavənd rayon xəstəxanaları bu xəstəxanaya təhkim olunub. Ağcabədi rayon xəstəxanasının klaster mərkəzi olaraq ehtiyac olduğu tədbirdə xəstə təxliyələri Bakıda Sabunçu Tibb Mərkəzi ilə həyata keçirilir. Xəstəxananın qarşıya qoyduğu əsas hədəflər vətəndaş məmnuniyyətinin artırılmasıdır. Qoyulmuş hədəfə doğru xeyli nailiyyətlər əldə olunub, ötən dövrlərə nisbətən xəstə məmnuniyyəti artmış, tibbi xidmətdən dolayı şikayətlər minimuma endirilib. Doktor Elnur Abdullayevin üzvü olduğu tibbi peşəkar qurumlar, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin üzvüdür, Türkiyə Anesteziologiya və Reanimatologiya Dərnəyinin üzvü olub. Doktor Elnur Abdullayevlə əlaqə, Ağcabədi rayon mərkəzi xəstəxanası.